Xlorlara deyil bu səfər hamısı bərabərdir. Gəlin xlorları bərabərləşdir. Baxın, A. Yəni xlor hamısı bərabərdir deməkdir. Xlorları bərabərləşdir. 3, 2, 6, 1, 3, 2, 1, yəni 6-ya gətirək. Bunu 2-yə vursaq 6 eləyər, bunu 3-ə vursaq 6 eləyər, bunu da 6-ya. İndi baxın kationları istəyir. 2 dənə alüminium var. X 2-dir, Y 3 dənə sinkum var. Y 3-dür. 6 dənə natrium var. Z də 6-dır. Z böyükdür Y-dən. O da böyükdür X-dan. C variantı. Yenə kationlar bərabərdir. Kation dəmir, dəmirdir. Burada bir dənə dəmir, burada bir dənə, burada 2 dənə. Deməli, bunu yarı 2-yə vursam mən, o zaman dəmirlərin bərabərləşər. Anyonları istəyir. Anyonlar sənə NO3-dərdir. Baxın, burada 4 dənə NO3 var. İkisi aşağısında 2 molda 2-2-yə vurdum 4 dənə. Burada xlordur anyon. 3 dənədir özdə. Birində 3-sə 2 molda 2-3-ə vuraram 6 dənə. Burada 3 dənə SO4 var. Qabağın şey yazmışsa 1 deməkdir. O da 3 elədir. Deməli, Y böyükdür X-dan. O da böyükdür Z-dən. B variantı. Baxaq 33-cü suala. Kuprum NO3-2, dəmir NO3-3 həcmlərini verib, qatılıqlarını verib, bizdən bir də NO3-ün qatılığını verib. Düzdürmü? Bizdən V1, V2 nisbətini soruşur. Gəlin, burada izah eləyim hamısını. Aha, baxırıq 33-cü suala. Bizə kuprum NO3-2-ni verib, düzdürmü? Bir də dəmir NO3-3 yazıram. Kuprum NO3-2 və dəmir NO3-3. Gəlin hamısının ümumi mollarını tapaq. New. C, V ilə tapa bilərəm də. V-ni verib, C-ləri verib, V-ləri də verib. New bərabər C, V-yə. New V-si deyir 1-dir. Qatlıqda 1/2-dir. 1/2 və 1. Düzdürmü? Burada yenə 3-dür. Onu da vururum 0/6 və 2. Bu eləyəcək. Bu 2-dir uşaqlar. Baxın, NO3 istə nədir? 2 dənə burada. Burada işte 3 dənə. Aha, 2-ni vururam. Burada 3-ü vururam. Bu eləyir 2/4 V1. Bu da eləyir 3 dənə daxil NO3 buradadır. 1/8 V2. Mollarını tapdıqmı? NO3-lərin mollarını. Sonra bizdən ümumi qatılığı verib. Ümumi qatılığın düsturu var idi uşaqlar. Deməli, C bərabərdir nu bölək V düzdür. Yəni nu 1 üstə gələk nu 2 bölək V1 üstə gələk V2. Aha. Baxın indi. C'miz də ümumi neçədir? 2. 2 bərabərdir nu 1'im 2/4 V1. Nu 2'm 1/8 V2. Aşağıda yazıram içine V1 üstə gələk V2. Buradan da uşaqlar nisbəti əldə eləsəz, alarsınız ki V2 bərabərdir 2 V1'ə. Bizə V1 bölək V2 istəyir. V1 bölək V2. V2'nə yerinə 2 V1 yazsam eləyər 1 bölək 2. O hansı variantdır? 0/5. 1 də 2'yə bölünə 0/5 eləyir axı. 33-cü cavabda elədi, 33-cü sualda elədi. B variantı. 34-ə baxaq. Deyir kationun anyonun sayı hansında bərabərdir?
Baxın, burada bir dənə kation, kaliumdur, bir dənə NO3 anyondur. Yəni bərabərdirlər. 1 düzdür. 1 düz. 2 də. Burada 2 dənə kation var. 3 dənə də anyon var. Yəni bərabər deyil. Burada bir dənə sink var, bir dənə SO4 var. Burada da bərabərdir. Burada 3 dənə natrium var, bir dənə də PO4 var. Bu da bərabər deyil. İndi baxın, deyir anyon kationdan çox olsun. Anyon çox olsun. 3 dənə kation var, bir dənə anyon var. Burada kation çoxdur. Bir dənə kation var, 2 dənə anyon var. Burada anyon çoxdur. 2 dənə kation var, bir dənə anyon var. Burada kation çoxdur. Burada bir dənə kation var, 2 dənə anyon var. Anyon çoxdur. 2 və 4 elədi. İndi baxaq 37-ci suala. Nə deyir? Deyir qatılığı 0,4 mol bölü litrdir. 0,2 mol kalium iyonu neçə millilitrdə olar? 37-ni aşağıdan yazım. Baxın, 37-ni yazıram. Aşağıdan. Deməli, S isə bunun 0,4. Yazıram. S bərabər 0,4. Molu da 0,2 moldur. Mol da bərabər 0,2 yox, 0,2 moldur. Bəs kalium 2-yə SO4-ü mol nətər taparıq? Əgər 2 kaliuma 0,2-dirsə, 1 kaliuma, yəni 1 moluna 0,1-dir. Deməli, ümumi molda, yəni kalium 2-yə SO4-ü molu 0,1 molda kalium 2-yə SO4-ümüz var. Yəni, buradan silək buranı. Ümumi molunu tapdım ki, yəni kalium 2-yə SO4-ün molunu tapdım ki 0,1'dir. Düzdürmü? S bərabərdir nü bölək V düsturuna. Buradan həcm istəyir də bizdən neçə milli həcm. V də bərabərdir nü bölək S-yə. Nüyümüz neçədir? 0,1. S-si neçədir? 0,4. O da eləyir 0,25 nə? Litr. Amma səndən nə ilə istəyir? Milli ilə istəyir. Yəni 250 milli deməkdir. 250 milli deməkdir 37-də. İndi gəlin 38-də izah edək. %38, 200 milli, yəni həcmi 0,2-dir. 200 milli 0,2 litr deməkdir. 0,2 litrdir. Daha sonra deyir ki, bromun qatlığı 0,4-dür. Brom 0,4, yəni 2 dənə broma 2 mol brom 0,4-sə 1 mol brom 0,4-dür, 0,2-dir. Yəni ümumi bu 0,2 moldur. Kalsium brom için tapdım ki 0,2 moldur. Deməli, gəlin biz buradan onda molunu tapaq. Yəni, nüyumu tapdım 0,2 mol. Emerin də verib 200. V-ni verib nüyunu yox, bu tapdığım nüy deyil. Tapdığım 0,2 mol deyil. 0,2 mol deyil. 0,2 M-dir. Yəni, molyar qatılıqdır. Üzrü sayın. Molyar qatılıqdır. Yəni, bu nüy deyil, bu S-nin qiymətidir. S. Amma nüyünü tapa bilərik. Nüy də bərabər idi S V-yə. 0,2-ni 0,2-yə vursaq, eləyər 0,4 mol. İndi nüy var. Nüyümüz buraya verilən, aldığımız qiymətlər yazaq. Nüyünü aldıq 0,4 mol. Həcmi də var 0,2 litr. Düzdürmü? Amma həcm bizə lazım deyil. Aha, həcm bizə lazım deyil. Burada emerimiz var 200. Bizdən kiçik em istəyir. Kiçik em bərabərdir nüy vuraq böyük emə. Düzdürmü? Emerə. İndi molumuz 0,4-dür 200. 0,4-ü də vurarıq 200-ə. Eləyər bu da 8 qram. Cavabımız da eləyər 8 qram.
baxırıq 39-a. 9-cu sual deyir, dissosiasiya dərəcəsi 40%-dirsə, neçə mol x2 SO4 suda həll edilmişdir? Qrafikdə də x göstərib ki, 0,4 moldur. Deməli, dissosiasiya dərəcəsi 40%-dir. Bizdən də deyir neçə mol? Niyə ümumini soruşur? Bizdən də niyə ümumini soruşur? İndi baxaq. X2 SO4-ü gəlin dissosiasiya eləyək. Dissosiasiya eləsək, alırıq ki, 2 dənə x. Düzdürmü? Bir də SO4 iyonunu alırıq, bir dənə. 2 mənfi. Görürsünüz ki, bir dənə x2 SO4 girəndə 2 dənə x iyonu ayrılır. Və 0,4 neçəsi dissosiasiya olunur bilmirəm. Burada 0,4 qeyd olunur. Baxın ona görə. Buradan da niyə dissosiasiya olunan tapırıq ki, eləyir 0,2. Deməli, bizdə niyə ümumini tapmalıyıq da? Alfa da bərabər idi. Niyə dissosiasiya bölək? Niyə ümumiyə? Bıraq 100-ə. Buradan da niyə ümumini tapsaq? Niyə ümumini tapsaq? 0,2-ni vurarıq 100-ə, bölərik 40-a, ümum eləyər 0,5 mol. Cavabımız elədi nə? 0,5 mol. 40-cı sualda həmin qaydadadır. Gəlin, indi 40-ı yazaq. Dissosiasiya dərəcəsini 10% verib, x-in də molunu 0,6 verib. Baxın, deməli alfamız 10%-dir. İndi yazıram x3PO4-ün dissosiasiyasını. x3PO4 dissosiasiya eləyəndə 3 dənə x müsbət və PO4 3 mənfi iyonu, bir dənə. İndi baxın, bir dənəsindən 3 dənə x. Və 0,6x bilmirəm. Onu da niyə dissosiasiya yazsam. Niyə dissosiasiya da eləyir buradan 0,2. Niyə ümumimi də verib burada? Zaten bizdən ümumini soruşur. Alfa da bərabərdir düsturumuzda. Niyə dissosiasiya olunan bölünür? Niyə ümumiyə vurulur 100-ə? Və buradan da niyə ümumi eləyir 2. 3 yox, 2. Cavabımız elədi 2. İndi baxaq 41-ci suala. Lövhəni silirəm. Baxın, burada 6,2 vur 10^24 göstərir. Bu neçə mol deməkdir? Bu 10 mol deməkdir. Hardan tapdım? 6,2 vuraq 10^23-ə bölürük, molunu tapırıq. 10 mol. İndi bu isə burada deyir 10 mol NO3 var, düzdür? Burada neçə NO3 var? 2 dənə, birində 2 dənə və 0,5-də bir dənə NO3 var. Yazıram 1 NO3. Burada neçə dənə NO3 var? 3 dənə, yəni 3x. Yəni uşaqlar 1 üstə gələk 3x bərabərdir neçəyə? 10. Buradan da x eləyir 3. Cavabımız elədi 3. İndi baxaq 42-ci suala. Bunu silək 42 eləyək. Baxın. Deyir ki, 29,8 qram x xlor duzu suda tamamilə dissosiasiya etdikdə əmələ gələn iyonların mol miqdarlarının cəmi 0,8-dir. X xlor duzunun nisbi molekul kütləsini hesablayın. X xloru dissosiasiya eləsək, X müsbət və xlor mənfi iyonlarını alarıq. İndi baxın, 29,8 qram X xlor girəndə
mol iyonların cəmi nə qədər olur? 0,8 iyon olur, düzdürmü? 0,8 iyon. Bəs burada 1x, 1 xlor neçə iyon olur? 2 iyon. 2 iyon da yazıram, bilmirəm nə qədərdir emir. Emir də bu. Buradan da emirimiz eləyir, deməli 74,5. 74,5. İndi baxaq 43-cü testə. 43. Deməli, deyir XY2 maddəsinin 400 ml məhlulunda 0,8 mol Y var. Baxın, Y deyir burada. 0,8 Y deyir. 0,8 Y. Bir dənə XY2-də. Burada yazacağım indi. 1XY2-də 2Y varsa 0,8 Y neçə mol? XY2-də olar, X mol. X yazmayaq, gəlin bir A qeyd eləyək. Buradan da A eləyir, deməli 2-yə bölürük, 0,4 mol. Deməli, ümumi XY2-nin molu 0,4-dür, düzdürmü? Həcmi nə qədər verib? Həcmi 400 ml, yəni 0,4 litr. Həcmi 0,4 litrdir. Molunu tapdıq ki, 0,4 moldur. Bizə nə istəyir? Molyar qatılığı istəyir. S-ni istəyir. S də bərabərdir. Niyə bölək? V-yə 0,4-ü 0,4-ə bölsək, eləyər 1. Cavabımız da elədi 1. 44 də həmin qayda ilə həll olunur. Gəlin 44 də yazaq. Deməli, 0,4 mol X var. Elə həminki qayda ilə. Baxın, 0,4 mol X 1 moluna 0,4-dürsə, elə 0,4-də 1 molundadır. Deməli, molumuz da 1 moldur. Niyə 1 moldur? 1 mol, yəni 0,4 moldur. 0,4 moldur. Həcmimiz nə qədərdir? 200 ml, yəni 0,2 litrdir. Buradan da yenə S-ni tapsaq, niyə bölək V, 0,4-ü 0,2-yə bölsək, eləyər 2. Buradan da S-ni tapdıq, molyar qatılıq elədi 2. Baxaq 45-ə, deyil, elektrolitin həll olmuş mol miqdarı 5-dir, disosiya dərəcəsi 60%-dir, disosiya etməmiş mol miqdarını tapın. Disosiya olunmuşu tapıb, ümumidən çıxsaq, olunmamışı taparıq 45-də. Bir elektrolit yazaq, məsələn, elektrolit yazmamıza ehtiyac yoxdur. Baxın, ümumi mol miqdarı nə qədərdir? 5. Düzdürmü? Ümumi 5-dir. Bunun alfası da 60%-dir. Buradan disosiyasiya necə taparıq? Düsturumuz var da, alfa bərabərdir. Niyə disosiyasiya olan? Niyə ümumiyə bölərik? Vurarıq 100-ə. Buradan disosiyasiya olan taparıq ki, eləyər bu düsturdan yerinə qoysaz 3. Bəs ona disosiyasiya olan 3-dür. Disosiyasiya olmayan nə qədərdir? 5-dən də 3-ünü çıxarıq, eləyər 2. Deməli, 45-də cavabımız oldu neçə? 2. İndi baxaq 46-ya. Deyir, sulu məhlulda 1 mol disosiyasiya etməmiş XOH2-yə 3 mol X iyonu düşür. Elektrolitin məhlulda disosiyasiya dərəcəsini faizlə hesablayın. Deməli, yazırıq biz XOH2. Bunu disosiyasiya eləyirik. Alınır 2 dənə X və 2X yox, 2OH, 1X. Bir dənə X iyonu 2 müsbət yazırıq üstünə və 2 dənə də OH iyonu üstünə də mənfi yazırıq. İndi baxın. Bir dənəsi girəndə neçə X disosiyasiya olur? Bir dənəsi. Yaxşı, bəs burada deyir 3 mol X. Bəs o zaman 3-ünə nə qədərdir? 1-nə 1-dirsə, 3-ünə də
Bilmirəm, niyə dissosiasiya olmur. Niyə dissosiasiya da buradan eləyir 3. Niyə dissosiasiya 3-dür? Bəs niyə ümumi nə qədərdir? Dissosiasiya olunan və dissosiasiya olunmayanların cəmi. Niyə dissosiasiya olan 3-dür? Olunmayan nə qədərdir? Burada deyib, biri olunmuyor. Deyir, biri etməmişdir. Baxın, biri. Yəni, 3-ün üstünə 1 gəlirəm, eləyər 4. Alfa da bərabərdir. 3-ü dissosiasiya olan ümumi 4-ə bölərəm. Vuraram 100-ə. Bu da eləyər 75%. Və 46-cı sual. Bu suala baxın, deyir, dissosiasiya dərəcəsi 80% olan XNY-O4M maddəsinin 2,5 molun dissosiasiyasından 4,816 vuraq 10^24 sayda iyon əmələ gəlir. N plus M cəmini hesablayın. Burada XNY-O4M dissosiasiya eləyirik. N mol X alınır, M mol da Y-O4 alınır. Yəni 1 molundan N plus M sayda dissosiasiya iyon əmələ gəlir. Dissosiasiya nəticəsində o qədər iyon əmələ gəlir. Bu 2-ni hardan tapdım bəs? Uşaqlar, 2,5 ümumi sayıdır, 80 dissosiasiya dərəcəsidir. Biz buradan niyə dissosiasiya olunanı tapa bilərik. 2,5-in 80%-ni tapdıq, elədi 2. Və sonra 8 molda buradan tapdıq ki, deyir ki, dissosiasiyasından bu qədər iyon əmələ gəlir. Yəni N plus M burada 4,816 vurdum 10^24-ə, onu böldüm 6,2 vuraq 10^23-ə, 8 mol elədi. Yəni 2 molundan da 8 mol əmələ gəlir. Buradan da N plus M elədi 4. İndi baxaq 48-ci suala. Baxırıq uşaqlar 49-cu testdə. Deməli, burada nə edirik? Deyir 250 milli mis-2 nitrat məhlulunda ki, kuprum iyonlarını tam çökdürmək üçün 1 mol natrium hidroksid sərf olunmuşdur. Mis-2 nitrat məhlulundakı kuprum iyonlarının molyar qatılığını hesablayın deyir bizə. Deməli, 250 milli 0,25 litr deməkdir. Yazdıq mı bunu? Daha sonra gəlin biz kuprum nitratla natrium OH-ı reaksiya yaparıq. Yazıram. Kuprum NO3 2 üstünə gəlirəm 2 mol natrium OH. Buradan alınır 2 mol natrium NO3 və kuprum OH2. İndi baxın, 1 mol kuprum NO2-dir, 2 dənə də natrium OH-dır. Burada bir nü yazsam, burada deyir 1 mol natrium hidroksid taxım, deyir 1 mol natrium hidroksid sərf olunur. Buradan nüyə tapıram ki, nü eləyir 0,5 mol. Baxın, buradan nü eləyir 0,5 mol. Hardan bildik? 1'ə 2-dirsə, bəs 1'ə 0,5 elədi. Həcmi də verib 0,25 edir. Baxın, nüyümüzü aldıq 0,5 mol. Həcmini verib 0,25 litr. Buradan S bərabər nü bölək V ilə S bərabər nü bölək V, o da elədi 2. Zaten bizdən elə S-ni soruşur. S-miz də 2 elədi. Baxaq 50-ci suala. 50-də nə deyir? Deyir ki, qrafik əsasən duzun dissosiasiya dərəcəsini hesablayın. Gəlin biz kalsium xlor 2-ni dissosiasiya aparaq. Deməli yazıram. Kalsium xlor 2 alınır. Kalsium iyonu və 2 dənə də xlor iyonu. İndi baxın, bir dənə kalsium xlor 2-dən 2 dənə xlor iyonu ayrılır. Bəs burada 4 qeyd olunur. Baxın, 4 dənə xlor. 4 dənə xlor nə qədərindəndir? Bilmirəm. Burada bir niyə dissosiasiya yazsam. Bu niyə dissosiasiya eləyir? 2. Niyə ümumidə baxın 5-dən başlayıb düşüb. Uşaqlar, 5-dən də kalsium xlor 2. Niyə ümumidə 5-dir? Buradan alfanı tapsaz 2-ni 5-ə bölərik. Vurarıq 100-ə.
O da eləyər 40%. Bu da 50-ci testin izahı. Baxaq 51-ə. Aha. Lövhəni silək. Hı -hı. 51. Deməli, deyim natrium KSO4 və natrium OH. Natrium KSO4-ün kütləsi deyir A-dır, natrium OH-ın kütləsi B-dir. Natrium ionunun sayı 2.5N qədərdir. SO4 ionunun da sayı N qədərdir. Bizdən A-la B nisbətini istəyir. Və emirlərini burada qeyd edib 142, burada qeyd edib 40. Gəlin biz natrium KSO4-ə dissosiasiya eləyək. Natrium OH-da dissosiasiya eləyək. Baxın, yazıram. Natrium 2 SO4. Dissosiasiya yaparam. Alıram 2 natrium və 1 SO4. Bunun kütləsi deyir A-dır. Bunu da 2N deyək bura. Burada bir N deyək. Zaten N'i burada verib SO4 deyil, N'dir. SO4 bir də natrium 2 SO4 olacaqdır. Ona görə bura N yazdım. SO4 1, natriumda 2-dirsə, deməli natriumda 2N olar da, 2 dəfə çox olar deyə burada 2N qeyd elədim. Ona görə 2N'i burada yazdım. Sonra keçirəm natrium OH dissosiasiya yaparım. Natrium OH dissosiasiya yaparsaq, bir dənə natrium alarıq, bir dənə də OH, düzdürmü? İndi baxın, 2 natrium burada sərf olundu. Bura nə qədər qaldı? Bəsində 0.5-in. 2.5-in idi axı. 2-in yuxarıda, burada qaldı 0.5N. İndi baxın. Bunda kütləsi deyir B-dir. A mol girəndə 2 natrium, bəs 142 qram natrium KSO4-də 2 natrium. Düzdürmü? Buradan A-nı tapırıq ki, eləyir 142N. A-nı tapdım 142. Gəlin indi B-ni tapaq. B mol natrium OH-a 0.5N natrium. Amma natrium OH nə qədərdir? 40. 40 qrama da bir dənə natrium. B də eləyir buradan 20. İndi bizdən A bölək B-ni istəyir. A bölək B. A-mız 142, B-miz də 20. Böləndə eləyir 7.1. Cavabımız oldu 7.1. Baxaq 52-ci sual. Lövhəni silək. Aha, deyir XNYO3M duzunun 9.4 qramı tamamilə dissosiasiya etdikdə 0,5 mol X və 0,1 mol YO3 ionları əmələ gəlir. Duzun molyar kütləsini hesablayın. Yenə dissosiasiya aparırıq. XNYO3M dissosiasiya aparıram. N mol X alınır. Və E molda YO3 alınır. Düzdürmü? İndi baxın. Bu deyir 9.4'dür kütləsi. Bu 0,5'dir molu. Bu da 0,1 moldur. Gəlin bunları hamısını tam rəqəmə çevirək. Bura 5 yazaq. Vururam da. Bu 10 eləyər. Bu da 940 eləyər. 100'ə vursaq hamısını. İxtisar aparsaq bu 188 eləyər. İxtisar aparıram. Bu 1 eləyər. Bu da neçə eləyər? 2.
Elə cavabımız da elədi. Baxın 188. Birində 188 gördünüz. 53-ə baxaq indi. Baxırıq 53-cü testdə. Deyir sıxlığı 1,4 qram bölü millilitr. 700 qram kalium KSO4 məhluluna cəmi 9,3 vuraq 10^23 iyonlar. Yəni bu nə deməkdir? 1,5 mol deməkdir. 6,2 vuraq 10^23 vurduq, böldük. Kalium KSO4 məhlulun molyar qatılığını hesablayın deyir. Uşaqlar baxın, ronu verib 1,4. Kiçik M-i də verib 700. Buradan biz V-ni taparıq. V bərabərdir M bölək rho-ya. Yəni 700-ü bölərik 1,4-ə. O da eləyər 500 milli. 500 milli. 500 milli də 0,5 litr deməkdir. İndi baxın kalium KSO4-ü gəlin dissosiasiya aparaq. Buradan yazıram. Kalium KSO4 dissosiasiya aparıram. Alıram 2 dənə kalium. Bir dənə də SO4 iyonu. Ümumi burada neçə dənə iyon oldu? 3 dənə. 2 dənə kalium, bir dənə SO4 oldu. 3 iyon. Amma bizə nə qədər deyir alınıb? 1,5 iyon. Yuxarıda yazıram. 1,5 iyon. 1 mol kalium SO4-dən 3 dənə salınırsa, bəs 1,5 nə qədər ayrılır? Burada NiU qeyd edirəm. NiU da eləyir uşaqlar 1,5. 1,5 deyil, 0,5. Aha, 3-ə bölməli yaxın tənasübdə. Yəni 1-yə 3-dürsə, 1,5-ə nə qədərdir? 0,5. Aha, buradan da S-ni tapa bilərik. Baxın, artıq bizim həcmimiz var 0,5 litr. Molumuz da var 0,5. Buradan S-ni tapsaq, S bərabərdir NiU bölək V-yə. Yəni 0,5-ə 0,5-ə bölsək, eləyir 1.